Skalyoz muayenemiz detallı araştırmadan sonra bittikdə her gün eşittiğimiz patsientlerden gelen o sual. Doktor, yəqin ki biz sizi kurs müalicemiz bittikten sonra tekrar göreceğiz ve bizi tekrar muayene edeceksiniz. Xeyr, əziz izleyiciler, siz 12 veya 15 günlük kurs müalicədə siz məni hər gün görəcəksiniz seans otağında. Çünkü bizim için alacağımız nəticə və sizin övladınız çox önəmlidir və seanslara birbaşa özüm nəzarət edirəm. Seanslarımız osteopatiya, reabilitasiya və şort metodundan ibarətdir ki, osteopatiya seanslarını mən özüm edirəm və siz məni demək olar ki, hər gün görəcəksiniz seans otağında, hər gün övladınıza nəzarətdə görəcəksiniz və bu nəzarət ona görə önəmlidir ki, bir neçə gündən sonra onurğada dəyişiklik olduğu üçün proqramda dəyişiklik edə bilərəm. Sizin övladınızla fərdi şəkildə məşğul oluruq, qrup şəklində deyil və seans müddətində neçə dəfə kiroziyeti aparatı olduğumuzu müəyyənləşdiririk. Ayda bir dəfə ödəmişsiz müayinə keçiririk, çünki skalyoz ciddi bir diaqnozdur və həkimin dinamik nəzarəti önəmlidir və mütləqdir.